sizin yanınızda bir adam olmalıdır ki, sizə desin ki, qorxma, qorxma. Əlimi üzürəm də bütün bu MBA karyerasından, yəni belə yerdə uzanıb belə ağlayırdım. Yerdə uzanıb ağlayırdım ki, mənim karyeram bitdi, mən heç yerə qəbul ola bilməyəcəm, bütün qapılar bağlandı. Yəni bu tələb olunur. Bunu verməlisən, başqa yolu yoxdur. İngilis dili yoxdursa, yəni heç bu yola düşməyə ehtiyac yoxdur. Və mən başa düşdüm ki, bu mənə deyilmiş ən böyük yalanlardan biri idi. Və o an mən başa düşdüm ki, mən MIT-yə qəbul olmuşam. Dostlar, salam və kanalıma təkrar xoş gəldiniz. Mənim adım Leyladır. Bilirsiniz ki, bu kanalda şəxsi inkişaf, təhsil, biznes, karyera ilə bağlı videolar çəkirəm. Və bugünkü video mənim üçün çox önəmlidir. Çünki bu videoda mən 2025-ci ilin ən böyük uğuru barədə danışmaq istəyirəm özüm üçün və bu elə bir şeydir ki, mən bunu vision boarduma yazmışdım. Yəni xəyallar panoma şəklini çəkib yapışdırmışdım. Jurnalımda bu barədə çox yazmışdım. Yəni bunu çox manifest eləmişdim və əlbəttə ki, bunun uğrunda çox addımlar atmışdım və çox çalışmışdım və bu xəbər təhsillə bağlıdır və bu xəbər onunla bağlıdır ki, mən bu il MIT-də dünyanın ən top universitetlərindən birində, yəni MIT-də MBA proqramına qəbul olmuşam, magistraturaya qəbul olmuşam, biznesin idarə edilməsi üzrə. Dostlar, bu mənim üçün həqiqətən də çox böyük bir arzuydu və çox böyük bir istək idi və hardasa ilk dəfə bu barədə 2022-ci, 2023-cü illərdə düşünməyə başladım və artıq 2025-ci ildir və mən artıq buradayam və nəhayət ki, bu universitetə qəbul oldum və sizinlə tam olaraq bu proses necə baş verdi, necə başladı, hansı addımlardan keçdim və necə oldu ki, mən MIT-yə MBA üçün qəbul oldum, bu barədə sizə danışacağım. Dostlar, ümumiyyətlə gəlin qayıdaq ən başlanğıclara ki, bütün bunlar nə ilə başlayır? Necə olur ki, bütün bunlar bir insanın həyatında mümkün olur? Bu həqiqətən də çox yaxşı və fundamental bir sualdır. İlk növbədə bundan başlayacağam ki, bu həyatda hər bir qlobal uğurun başlanğıcı yeganə tək bir şeydən başlayır. O da ingilis dilidir. İngilis dili olmasaydı, ümumiyyətlə mən olmaz idim. Yəni belə çox güclü səslənir bilirəm, amma yəni ingilis dili olmasaydı, mən hansı ki mənəm bugünkü gündə, mən bu Leyla mövcud olmaz idi. Mən bilmirəm nə olardım və bu barədə düşünmək məni həqiqətən də çox qorxudur. Bütün uğurların başında ən birinci fundamental addım, ən önəmli, başlanğıcda dayanan, bundan önəmli daha heç nə yoxdur. Su kimi, hava kimi önəmli olan bir şey var, o da ingilis dilini bilmək. Və əlbəttə ki, bu ilk növbədə ən önəmli addımlardan biridir. Yəni ingilis dilini bilməyən insan, yəni öyrənməyən, ingiliscə danışa bilməyən, ingilis dilində yazıb oxuya bilməyən insanın bu yollara düşməyi həqiqətən də çox qeyri-real və çox qeyri-mümkündür. Ona görə hər şey ingilis dili ilə başladı. Əlbəttə ki, bilirsiniz ki, mən 13-14 yaşımda ingilis dilini öyrənməyə başladım, ingiliscə danışmağa başladım və elə o gündən bəri mənim təhsillə bağlı düşüncələrim həmişə qlobal səviyyədə idi. Çünki ingilis dilini bilmək mənə bu özgüvəni verirdi ki, mən deyim ki, mən xaricdə təhsil ala bilərəm. Və təhsil karyeramla bağlı sizə biraz başa salım ki, backgroundum necə idi ki, mən gəldim MIT-yə qəbul oldum. Ümumiyyətlə, Azərbaycanda universitetə qəbul olduqdan sonra, 2 il sonra mən Azərbaycan Dillər Universitetini tərk elədim və sıfırdan İsveçrədə bakalavr təhsili almağa getdim və orada da biznesin idarə edilməsi üzrə 4 il təhsil aldım. Bu mənim bakalavr təcrübəm oldu və bakalavr vaxtı mən o qədər tükənmişlik yaşayırdım ki, çünki həm işləyirdim, həm oxuyurdum. Yəni çox belə maddi problemlər yaşanılırdı o məqamlarda. Bakalavrımı bitirəndən sonra mən bakalavrımı çox yaxşı qiymətlərlə bitirdim. Honors and Distinction verən bir diplomla. Yəni bizim elə bir ki, kültürdə biz buna qırmızı diplom deyirik. Qırmızı diplomla bitirdim bakalavrı və bakalavrdan sonra mən dedim ki, mən bir də ömrümdə heç vaxt təhsilə qayıtmayacağam, mən bir də heç vaxt oxumayacağam, mən istəmirəm ümumiyyətlə magistraturaya gedim, ümumiyyətlə oxumaq istəmirdim. Ancaq istəyirdim ki, işləyim, pul qazanım, karyera qurum, biznes açım, yəni fokusum tamamilə öyrəndiklərimi həyata keçirməklə bağlı idi və
ancaq bunu eləmək istəyirdim. Yəni öyrəndiklərimi həyata keçirmək istəyirdim və oxumaq istəmirdim. Və bu şəkildə hardasa 10 ilə yaxın vaxt keçir. Yəni 10 ildən biraz daha az. İndi 2027-ci ildə 10 il olacaq ki, mən bakalavrumu bitirmişəm. Bu əslində düzgün bir qərar idi ki, bakalavrdan sonra mən həmin an magistraturaya getmədim. Çünki bakalavr bitirəndən sonra biz o qədər gənc oluruq, o qədər cavan oluruq, o qədər təcrübəsiz oluruq ki, bizim heç nə karyera ilə bağlı, nə özümüzlə bağlı bir qərar verəcək qədər təcrübəmiz olmur. Və o yaşda magistraturaya getmək, mən düşünürəm ki, biraz risklidir. Çünki biz həyatımızla nə etmək istədiyimizi hələ ki bilmirik. Çünki özümüzü bu həyatın reallığına hələ atmamışıq. Hansısa şirkətlərdə işləməmişik, hansısa bizneslər açmamışıq və biz tam olaraq bilmirik. Nə bizim xoşumuza gəlir, nə bizim xoşumuza gəlmir, nəyi biz ömrümüzün axırına qədər və ya ömrümüzün 10 ilini, 20 ilini etməklə həsr eləyə bilərik. Bunların cavabları bizdə olmur o yaşda. Ona görə, məsələn, 21-22 yaşında magistraturaya getməyi çox da məsləhət görmürəm. Çünki mənə elə gəlir ki, çox gənc olur insan o yaşda. Bakalavrı bitirəndən sonra mütləq şəkildə düşünürəm ki, gedib işləmək lazımdır, çalışmaq lazımdır, təcrübə qazanmaq lazımdır və sonra magistraturaya getmək lazımdır. Əlbəttə ki, bu ixtisasdan ixtisasa dəyişir. Məsələn, bilirəm ki, arxitektorlar bakalavrı bitirdikdən sonra həmin an magistraturaya getməlidirlər. Çünki magistraturaya getmədən onlar o professiya üzrə lisenziya ala bilmirlər, nəsə belə bir şey. Yəni tam olaraq çalışa bilmirlər o ixtisas üzrə və iş tapa bilmirlər. Yəni ixtisasdan ixtisasa dəyişir. Eynisi də aiddir həkimlərə və başqa bir professiyalara da. Amma biznes üzrə davam eləmək istəyən insan üçün, məsələn MBA eləmək istəyən insan üçün mənə elə gəlir ki, mütləq şəkildə gedib işləmək lazımdır və həyat və karyera təcrübəsi qazanmaq lazımdır və o təcrübələrə ayaq basaraq, o təcrübələri bir səbəb kimi istifadə eləyərək magistraturaya başvurmaq lazımdır. Mənim üçün də bu eyni ilə belə oldu. Bakalavrdan sonra mən qətiyyən magistraturaya getmək istəmirəm dedim və gəldim və ancaq işə fokuslandım və işləməyə başladım. Və iş təcrübəsi toplayaraq, yəni bu prosesdə davam eləyərək bir nöqtədə belə bir hekayə danışım sizə. Amerikaya mən təzə gələndə çox belə o vaxtı Silikon vadisinin çox belə toksik zamanları idi. Nə bilim, Mark Zuckerberg Harvard'a gedib amma bir il sonra Harvard'ı atıb, filan kəs çox uğurludur və çox uğurlu biznes qurub, amma universiteti yarımçıq atıb. Belə bir Amerikada toksik mesaj var idi ki, universitet vacib deyil, təhsil vacib deyil, oxuyan insanlar belə boş insanlardır. Bütün bu uğurlu insanlara baxın, hamısı universiteti atıblar və gediblər biznes başlayıblar. Ümumiyyətlə, insanlar belə hekayələr danışanda bir şeyi nəzərə almağı unudurlar ki, bu şirkətlərin qurucuları çox privilegiyalı ailələrdən gəlir və elə onların ilk investisiyaları, ilk milyonları elə öz ailələrindən, öz dostlarından gəlib və biz Mark Zuckerberg deyilik, okay? Elon Musk deyilik, biz Bill Gates deyilik. Yəni, bu hekayələr ümumiyyətlə çox yanlış yönəldir mənə elə gəlir ki, gəncləri ki, universitet boş söhbətdir, təhsil boş söhbətdir. Çox toksik mesajlardır bunlar və mən Amerikaya təzə gələndə bunun tam belə qızğın vaxtı idi ki, bu mesajlar çox ötürülürdü və mən işləyərək bir şeyə fikir verdim ki, o vaxtda mən CIBS-də işləyirdim və mənim bəzi menecerlərim var idi, hansılar ki, məsələn, ildə 6 milyon, 10 milyon dollar pul qazanırdılar və çox vəzifəli və uğurlu insanlar idilər və şirkətin org chartına baxanda, org chart nədir? Şirkətdə məsələn bütün çalışanlar necə qurulub da, məsələn, yeni gələnlər, ortada qalan menecerlər, menecerlərin üstəki menecerlər və hardasa CEO. Şirkətin org chartını açıb baxanda mən həmişə görürdüm ki, ən topda olan insanlar hamısı çox elit universitetlərdə təhsil alıblar və hamısının, yəni hamısının demək bir çoxunun, 90%-nin çox elit universitetlərdən çox elit magistr dərəcələri var və eyni zamanda da məsələn həmin bu founderların şirkətlərinə baxanda ki, o ki founder çıxıb universiteti atıb bir il sonra gedib şirkət qurub, həmin o founderın şirkətini yönədən insanlar, həmin o şirkəti uğurlu eləyən menecerlər də hamısı elit məktəblərdə oxumuş, yəni elit universitetlərdə oxumuş, elit
magistratura dərəcələri olan insanlardır. Və elit deyəndə mən nəyi nəzərdə tuturam? Buna aiddir MIT, Harvard, Stanford, Yale və s. kimi universitetlər. Yəni və mən başa düşdüm ki, bu kültür ki mənə deyir, oxuma, onsuz da uğurlu insan universitetdən çıxır, gedir, biznes açır və s. Mən başa düşdüm ki, bu səhv bir mesajdır və o insanlar, hansılar ki bu şirkətləri qurublar, universitetdən çıxaraq, o insanlar sadəcə düzgün vaxtda, düzgün yerdə, düzgün ideya tapıblar və elə alınıb ki, çox yaxşı gedib hər şey və universiteti atıblar. Onlar universiteti ona görə atmayıblar ki, universitet lazımsızdır. Ona görə atıblar ki, o moment işləri o qədər yaxşı gedib ki, universitetlə işi eyni anda görməyi çatdırmadıqları üçün atıblar. Və mən başa düşdüm ki, bu mənə deyilmiş ən böyük yalanlardan biri idi ki, magistratura boş söhbətdir, təhsil boş söhbətdir və mən başa düşdüm ki, yəni gözümü açmalıyam və həqiqətin gözünün içinə baxmalıyam. Əgər mən bir gün eyni ilə bu insanlar kimi top managementdə olmaq istəyirəmsə, bir şirkətin yöneticisi olmaq istəyirəmsə və insanların lideri olmaq istəyirəmsə, mənim mütləq şəkildə yaxşı təhsilim, yaxşı biznes barədə anlayışım və çox yaxşı iş təcrübəm olmalıdır. Və beləliklə də mən bu qərara gəldim ki, magistraturaya başvurum. İndi isə gəlin sizə biraz prosesdən danışım ki, bu proses necə işləyir. Biz magistraturaya başvuranda düşünməliyik ki, biz bu universiteti bitirəndən sonra bu universitet bizə nələr verəcəkdir. Ola bilsin ki, elə universitetlər var ki, məsələn, onlar tək olduqlarına görə, texnologiyaya yönlü olduqlarına görə tanınır. Elə universitetlər var ki, onlar məsələn, maliyyəyə fokuslu olduqları üçün tanınır. Elə universitetlər var ki, onlar konsaltinqdə öz tələbələri üçün uğur əldə etməklə tanınır. Yəni, siz bilməlisiniz ki, buna bilmək də hardan gəlir? Bakalavrdan sonra gedib işləməkdən, təcrübə qazanmaqdan, düzdür? Siz yəni az-çox bilməlisiniz ki, siz universiteti bitirdikdən sonra hara getmək istəyirsiniz, harda işləmək istəyirsiniz, nə kimi bir iş görmək istəyirsiniz və bu universitet sizə bunları verməyə hazırdırmı? Bu çox önəmlidir, çünki bunu bilmədən biz əsəyimizi düzgün şəkildə yaza bilməyəcəyik və universitet bizim əsəyimizi oxuyanda deyə bilər ki, okey, bu adam, məsələn deyirəm, konsaltinqə getmək istəyir, bizim universitet isə konsaltinqi çox da dəstəkləmir. Biz daha çox, məsələn, social impact, yəni cəmiyyətdə pozitiv təsir göstərməklə bağlı proyektlərə yönlü universitetik. Ona görə bu tələbəni biz qəbul eləməyəcəyik. Məsələn, ona görə sizin məqsədləriniz arasında və universitetin sizə verə biləcəkləri arasında uyğunluq olmalıdır ki, siz düzgün yerə qəbul olasınız və o yeri bitirdikdən sonra da düzgün nəticələr əldə etmiş olasınız. Və ümumiyyətlə bu proses necə başlayır? Bu prosesin ilk növbədə əlbəttə ki, bilməli olduğunuz şey ingilis dilidir. İngilis dili bilmədən ümumiyyətlə bu videonu söndürün, gedin ingilis dili öyrədin. Baxın, Dilbildə mən ingilis dili dərsləri keçirəm, belə özümü reklam eləmək kimi olmasın, amma orada öz qruplarım var və müəllim mənəm və həftədə 2 dəfə dərs keçirəm, danışıq dərsləri və eyni zamanda dərsdən əlavə də mənim tələbələrim kitab oxuyur, hansını ki biz dərsin sonunda müzakirə edirik. Belə bir şey deyəcəm sizə, ingilis dili yoxdursa, yəni heç bu yola düşməyə ehtiyac yoxdur, bu videoya baxmağa ehtiyac yoxdur, videonu söndürün, gedin ingilis dili öyrənin. İkinci, sizdən tələb olunan bir şeylərdən biri burada o olacaq ki, siz standartlaşdırılmış bir imtahan verməlisiniz. Bilirsiniz ki, Azərbaycanda məsələn universitetə qəbul olmaq üçün biz TQDK imtahanı veririk. İndi tam olaraq bilmirəm də sistem necədir, amma bizim vaxtımızda TQDK imtahanı var idi və bu tələb olunur. Bunu verməlisən, başqa yolu yoxdur. Və ABŞ-da da magistraturaya qəbul olmaq üçün, MBA üçün, sırf qəbul olmaq üçün sizin 2 cür imtahan verməyiniz lazımdır. İkisindən birini verməyiniz lazımdır, daha doğrusu. Ya bu GMAT-dir, ya da bu GRE-dir. Bu ömrümdə gördüyüm ən baş ağrıdan imtahanlardan biridir. GMAT-i mən ümumiyyətlə, GMAT təcrübəsi mənim üçün çox travmatik olmuşdu. Çünki GMAT imtahan formatı mənim beynimə heç bir şəkildə uyğunlaşmırdı. GMAT-də belə bir şey var ki,
imtahan belə işləyir də. 2 yerə bölünür imtahan. Riyazi biliklər üzrə və ingilisli verbal reasoning. İngiliscə tənqidi düşüncə, cümlə quruluşu, paraqrafları oxuyub onları anlama, belə cür suallar düşür. Riyaziyyatdan isə 11-ci sinifə qədər biz necə riyaziyyat keçmişiksə o tip şeylər düşürdü. Amma insanlar deyəndə ki, əşi, cimətdə 8-ci sinifin matematikası o insanlara qulaq asmayın. Çünki suallar o şəkildə düşmür. Suallar elə düşür ki, sən o suala cavab verə bilmirsən. 8-ci sinifin matematikası olsa da sən o suala cavab verə bilmirsən bəzən. Və imtahanın quruluşu belədir ki, məsələn, sizə sual verilir. Siz o suala düzgün cavab verirsinizsə, sizə daha çətin sual verir. Siz daha çətin suala cavab verə bilirsinizsə, sizə daha da çətin sual verir. Və siz o daha çətin suala cavab verə bilmirsinizsə, imtahan sizə yenə asan sual verir. Və belə elə bir ki, adam dəli olur imtahan vaxtı. Həqiqətən də adamın elə bir ki, əsəbləri ilə oynayır imtahanın formatı və mən bu imtahana 216 saat hazırlaşdım. Bir videomda bu barədə danışmışam və çox yaxşı tutorum da var idi. Agil müəllim, buradan özünə həqiqətən çox sağ ol demək istəyirəm. Çünki mən cimətə hazırlaşmağa başlayanda, yəni 400-dən 357 çıxa bilmirdim. O qədər ki, kalkulyator mənim beynimi kütləşdirmişdi. Yəni o qədər ki, beynim donmuşdu ki, mən ümumiyyətlə ən sadə riyazi hansısa prosesləri eləyə bilmirdim. Yəni yadımdan çıxmışdı da, istifadə olunmur əlbəttə ki, gündəlik həyatda və istər-istəməz insan yadından çıxır. Nəysə, ciməti mən hazırlaşdım, çox oxudum, elədim, verdim və cimətdən mən biabırçı bir skor topladım. Maksimum skor cimətdə 800-dür, mən isə 420 mi, ya 460 mı belə bir şey topladım. Və sözün əsl mənasında bizim evdə, mətbəxdə yerdə, baxın, bax o yer kimi yerdə, belə yerdə uzanıb, belə ağlayırdım. Yerdə uzanıb ağlayırdım ki, mənim karyeram bitdi, mən heç yerə qəbul ola bilməyəcəm, bütün qapılar bağlandı. Yəni, mən bu imtahanı heç vaxt verə bilməyəcəm. Yəni, bunun fərqinə varmaq məni biraz çox üzürdü. Əlbəttə ki, bildirəm ki, yəni yenə də cəhd eləsəydim, filan verə bilərdim, amma inanılmaz dərəcədə demotivə olmuşdum və hazırlaşmaq istəmirdim. Və həmin an müəllimim, Agil müəllim dedi ki, Leyla, sən get GRE ver. GRE sənə daha çox uyğundur. Çünki sənin ingilis dilin çox yaxşıdır. GRE-də biraz verbal bacarıqlar daha qabarıq şəkildə tələb olunur. Çünki orada açıq suallar çoxdur. Dedi ki, sənin ingilis dilin çox yaxşıdır. Sən get GRE ver. Sənə daha rahat gələcək imtahan. Və əslində Agil müəllim bu məsləhətləri mənə lap əvvəlcədən demişdi. Amma mən Agil müəllimə qulaq asmaq istəmədiyim üçün bu gün qalmışdım. Nəysə, axırda dedim ki, Agil müəllim, yəni mən hal-hazırda hazırlaşmayacağam. Yəni ümumiyyətlə əlimi üzürəm də bütün bu MBA karyerasından, yəni və 10 ay hardasa mən break götürdüm. Yəni 10 ay hardasa getdim, dincəldim. Yəni dincəldim dedi, əlbəttə ki, işləməyə davam eləyirdim, özlərimdə çalışmağa davam eləyirdim, amma həyatdan küsmüş halda. Yəni çünki mən bu imtahanı verə bilmədim və bu məni çox narahat eləyirdi. Çünki bu imtahanı vermək çox önəmlidir ki, sən magistraturaya qəbul olasan. Nəysə, 10 ay sonra mənim uşaqlıq dostum, ən yaxşı dostlarımdan biri uşaqlığımdan, sinif yoldaşım Rufat mənə yazır və mənə deyir ki, Leyla, mən ABŞ-da universitetə qəbul olmaq istəyirəm, MBA üzrə, mən də elit universitetə qəbul olmaq istəyirəm, amma GRE-yə hazırlaşacağam. Mən dedim ki, wow, bu əla fürsətdir ki, Rufat, biz bir yerdə hazırlaşaq və bu həqiqətən də məsləhət görə biləcəyim bir şeydir ki, belə yollara düşəndə, yəni universitetə hazırlaşanda, imtahana hazırlaşanda həmişə sizin yanınızda bir adam olmalıdır ki, sizə desin ki, qorxma, 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 biz bunu eləyəcəyik və biz Rufatla 6 ay ərzində GRE-yə hazırlaşmağa başladıq. Yəni o Azərbaycan saatlarında oxuyurdu, mən Amerika saatlarında oxuyurdum, amma yenə də hər gün yazışırdıq WhatsApp-da və bir-birimizə çox dəstək olurduq. Mən ona deyirdim, qorxma, qorxma, o mənə deyirdi, qorxma, qorxma və çox şükür ki, hardasa, yəni yenə də 200 saat hazırlıqdan sonra, nə görə 200 saat deyirəm? Çünki biz bir application istifadə edirdik və orada saatları sayırdı, sizin üçün analitika göstərir ki, siz nə qədər saat sərf eləmişsiniz. Bu arada biz Target Test Prep istifadə edirdik hazırlaşmaq üçün. Target Test Prep-dən 200 saat adam başı sərf elədikdən sonra biz getdik bu imtahanı verdik. O Bakıda verdim, mən ABŞ-da verdim və təxminən eyni nəticələrimiz oldu. Və bu nəticə yetərli idi ki, biz magistraturaya artıq
başvuraq. Öz skorumu açıqlaya bilərəm sizin üçün. 340-dan 313 yığdım və o qədər sevinirdim ki, yəni bilirəm ki, normalda çox belə 313 yığan adam çox belə sevinməz, amma mənim üçün 313 bilirsiniz nə idi? Yəni mən belə uçurdum da havalarda və 13 mənim uğurlu rəqəmimdir bu arada. TQDK-da da mən 613 bal yığmışdım və 13 inanılmaz mənə düşərli bir rəqəmdir. Və imtahanı verdikdən sonra dedim ki, that's it, bitdi. Həyatımın bu hissəsi bitdi və mən artıq növbəti addımlara başlaya bilərəm. Bu hissəni həll elədikdən sonra əlbəttə ki, başlayır növbəti ən önəmli və ən strategik hissə. Bu hissə universitetlərin seçimidir. Siz hansı universitetlərə başvuracaqsınız və hansı sənədlər lazımdır hər bir universitet üçün. Bütün bu sənədləri hazırlamaq prosesi başlayır və indi gəlin biraz bu barədə danışaq. Bu prosesdə mən deyərdim ki, mənim elədiyimi eləməyin, Rüfatın elədiyini eləyin. Rüfat həqiqətən də məndən daha yaxşı, daha məsləhət görülür bir strateji qurdu və Rüfatın strategiyası mənim strategiyamdan daha yaxşı idi. Rüfat hardasa siyahı hazırladı, 15-16 universitetə başvuracağı bir siyahı. Mən isə nə etdim? Ancaq bir universitetə başvurdum. Mən ancaq MIT-yə başvurdum. Heç bir başqa universitetə başvurmadım və ona görə də mən çox böyük bir risk aldım. Sadəcə olaraq bir universitetə başvurmaqla. Rüfat isə 15-16 universitetə başvurdu və mənə elə gəlir ki, o daha yaxşı bir yoldur. Çünki onda sənin daha çox şansın olur ki, yəni birindən kəsilsən, o birinə qəbul olasan. O birindən kəsilsən, o birinə qəbul olasan. Yəni mənim heç bir backup planım yox idi və bunu eləməyinizi qətiyyən məsləhət görmürəm. Nəysə ki, dostlar, universitetə qərar verdikdən sonra başlayır application prosesi. Buna daxildir sizin iş təcrübəniz, sizin rezümeniz. Bu rezümə, məsələn, işə başvurduğunuz rezümədən biraz fərqlidir. Bu rezüməni daha elə qurmaq lazımdır ki, bu rezümədə sizin bütün volontyorluq etdiyiniz, sosial dəyişimdə iştirak elədiyiniz proyektlər, hər şey bu rezüməyə daxil olmalıdır və bu application-a bir də daxildir 2 dənə video, MIT-də ən azından belə idi. Videonun birini siz çəkib göndərirsiniz. Bu 1 dəqiqəlik video olur. O biri video isə ekran açılır, 10 saniyə sizə verilir ki, siz hazırlaşasınız və 10 saniyə sonra sizə bir sual verir və siz o sual barədə 60 saniyə danışmalısınız. Mənə düşən sual bu idi ki, bizə bir misal ver o şey barədə ki, başqa insanlar bunu eləmək istəmir, amma sən bunu eləmək istəyirsən. Və mənim üçün bu suala cavab vermək çox asan idi. Çünki mən bu suala belə cavab verdim ki, mən elə bir insanam ki, çətin və ağır mövzular barədə danışmağı qorxmayan insanam və belə bir şeyə fikir vermişəm, dedim videoda ki, bir çox insanlar həssas mövzular barədə danışmaq istəməsələr də, bunun üçün güc tapmasalar da, mən həmişə özümdə bu mövzuları danışmağa və bu mövzuları açmağa güc tapıram. Və düşünürəm ki, bu çox həqiqət dolu bir cavab idi, çünki mən həqiqətən də belə bir insanam. Və o biri videonu isə evdə çəkdim və sadəcə olaraq, məsələn, Azərbaycanlı olduğum barədə danışdım. Necə Azərbaycandan İsveçrəyə getdim, oradan Amerikaya gəldim, nələr elədim. Məsələn, orada Black and Caspian barədə danışdım, YouTube videom barədə danışdım. Application növbəti hissəsi essaydir. Essay əslində sözləri çox limitlidir. Maksimum səhv eləmirəmsə 500 söz yazmağa icazə verilir. Ona görə çox diqqətli olmalısınız ki, çox uzun yazmayasınız. Və bunun da öz çətinlikləri var ki, nə qədər az söz sayı olsa, o qədər çətindir essay yazmaq. Çünki siz istəyirsiniz ki, bütün həyatınızı o essaya sığdırasınız, amma sadəcə olaraq 500 söz var və hər şey yaza bilmirsiniz. Eyni zamanda çox mütləqdir ki, siz essayinizdə nəyə görə sırf bu universitetə başvurursunuz. Bu universitetlə sizin aranızda nə kimi uyğunluq var və ya sizdə nə kimi çatışmazlıq var ki, bu universitet bu çatışmazlığı sizin üçün verə bilər. Bunlara mütləq fikir vermək lazımdır ki, essayiniz şey kimi səslənməsin. Bir dənə essaydə yazmısınız, 15 dənə universitetə göndərmisiniz. Yəni elə səslənməməlidir. Universitet görmək istəyir ki, siz sırf bu universiteti sırf müəyyən səbəblərə görə istəyirsiniz və buna görə essayinizi yazmısınız. Essaya eyni zamanda daxildir, məsələn, hansısa qısa, sözlü suallar. Məsələn, orada soruşurlar ki, biz bilmək istəyirik ki, sən necə bir insansan, necə bir ailədən gəlmisən və belə bir ailədən gəlmək səni necə formalaşdırıb, sənə nələr öyrədib. Mən məsləhət görərdim ki, belə suallarda maksimum dərəcədə səmimi olasınız. Çünki onlar ideal insan istəmir. Onlar elə insan istəyir ki, bu insan həyatda nəsə görüb, yaşadıqlarından nəsə bir dərs çıxardıb və hal-hazırda bu dərsləri dünyanı yaxşılaşdırmaq üçün paylaşır. Yəni bu tip
personaj axtarırlar və nəysə ki, application doldurduqdan sonra, bütün videoları çəkdirdikdən sonra application fee ödəməyiniz lazımdır. Bu hardasa $175-250 arası olur. Hərdən bir application fee waiver da ala bilərsiniz. Yəni universitetə e-mail yazırsınız ki, məsələn ki, mənim application fee-ni ödəməyə imkanım yoxdur. Olarmı mən bu universitetə pulsuz başvurum və universitet sizə deyəcək ki, hə və ya yox. MIT ümumiyyətlə çox selektiv bir proqramdır. Yəni MIT-yə qəbul olmaq həqiqətən də çox çətindir, amma mən bütün bu proses zamanı bu haqqda düşünməməyə çalışırdım və çalışırdım ki, ümumiyyətlə düşünməyim ki, bura girmək çətindir, qəbul oranı çox aşağıdır. Məsələn 10%, 11% qəbul oranı var. Çalışırdım bu barədə düşünməyim, çünki inanılmaz dərəcədə həyəcan verici bir prosesdir və insan istəmir ki, özünü bu qədər psixoloji yük altına salsın. Deməli dostlar, mən bu universitetə başvurdum yanvar ayının ortaları və bundan sonra sən oturub intervyunu gözləyirsən. MIT-də belə bir şey var ki, əgər səni intervyuya çağırırlarsa, sən 90% qəbul olacaqsan. Fevral ayı gəldi və fevral ayının ortasında mənə intervyu üçün e-mail gəldi. İntervyu Zoom üzərində olur və sizin intervyu üçün bir gün seçməyiniz lazımdır. Və mən bir gün seçdim. Mart ayının əvvəlinə saldım intervyumu və bunu bilərəkdən elədim. Nəyə görə bunu belə elədim, sizə danışacağam. Və inanılmaz həyəcan verici bir prosesdir bu ki, intervyu yaxınlaşır və intervyudan əvvəldə müəyyən onlar sizə tapşırıq verir, onları eləmək lazımdır. Mən intervyunu ona görə marta saldım ki, fevral ayında Bostona gedim və MIT-də dərslərə girim. Qonaq tələbə olaraq. Və fevral ayında mən Bostona getdim, bilirsiniz. Orada çox xəstələndim, sonra sağaldım. Gəndab, Harvardda təhsil olan Gəndabla video çəkdim və o ərəfədə mən MIT-də çox zaman keçirdim. Sadəcə bu haqda heç kimə demədim. MIT-də dərslərə girdim, orada gedib tələbələrlə tanış oldum. Universitetin qəbul departmenti var, admissions departmenti var. Gedib onlarla görüşdüm. Universitetin eventlərində iştirak eləmək çox vacibdir. Çünki bu universitetə göstərir ki, sizə həqiqətən də bu universitet önəmlidir və maraqlıdır. Və əlbəttə ki, eventlərə onlaynda qoşulmaq olar, amma mən onlayn qoşulmamağı seçdim və şəxsən getməyi seçdim. Düşünürəm ki, bunun gücü daha böyükdür. Amma əlbəttə ki, mən Chicago'da yaşayıram da, buradan 2 saatlıq təyyarəyə oturub getdim. Siz çox uzaqda yaşayırsınızsa, bu başa düşüləndi ki, siz gələ bilmirsiniz kampusa. O halda mütləq şəkildə, çox aktiv şəkildə mütləq iştirak edin bütün eventlərdə, suallar verin və eventlərdən sonra həmin eventi keçirən adamlara e-mail yazın. Thank you e-mail yazın ki, çox sağ olun ki, bu eventi keçirdin ki, mən də məlumat əldə elədim. Ekranıma bir şey düşüb, onu qaldıracağam. Və bu arada application stadiyasında yadımdan çıxdı bir şey var idi ki, orada rekomendasiya məktubu da tələb olunur. Bir rekomendasiya məktubu tələb olunur. Bəzi universitetlərdə 2 rekomendasiya məktubu tələb olunur. Bu rekomendasiya məktubu sizin menecerinizdən gəlməlidir və ya sizin işinizi görmüş, sizin necə çalışdığınızı bilən bir insandan gəlməlidir. Və mən də rekomendasiya məktubumu birini menecerimdən aldım və 2 dənə də əlavə rekomendasiya kontaktları verdim universitetə. Lazım olsa, yəni o biri menecerlərimlə də əlaqəyə keçə bilərlər və mənim barədə məlumat əldə edə bilərlər. Nəysə ki, mən fevralda getdim, engagement elədim, özümü təqdim elədim, onlarla tanış oldum və s. və intervyuya 24 saat qalmış mənə bir tapşırıq verildi. Bu tapşırıqda nələr tələb olunurdu? Birinci tapşırıq Diversity, Equity and Inclusion, yəni ki, müxtəliflik barədə bir essay yazmağımı tələb edirdilər. İkinci tapşırıq isə Data Visualization barədədir. Data Visualization nədir? İstəyirlər ki, onlar siz müəyyən bir data göstərəsiniz olaraq PowerPoint-da və ya PDF-də və o data nəyə görə sizin üçün önəmlidir və nəyə görə siz sırf bu datanı göstərməyi seçdiniz və intervyunun özü. İntervyu belə olur ki, intervyuya sadəcə olaraq 30 dəqiqə daxildir. Yəni 30 dəqiqə davam edir intervyu və intervyuya necə gəldim? Özüm kimi tam full enerjili, pozitiv enerjili və tam belə həvəsli şəkildə
professional geyindim, professional göründüm. Məni intervyu edən insanla maksimum dərəcədə göz kontaktı qurub, emosional kontakt qurub, maraqlı şəkildə intervyu edən insanın suallarına cavab verməyə çalışdım. İntervyuda verilən suallar daha çox belə tipik suallar olur. Məsələn, sənədlərini göndərdikdən bu günə qədər nələr dəyişib həyatında və ya soruşa bilərlər ki, bizimlə elə bir hekayə paylaş iş yerindən ki, nə vaxtsa sən səhv buraxdın və bu səhvlə necə baş etdin və ya bizim üçün belə bir hekayə paylaş ki, nə vaxt ki sən özünə bir məqsəd qoydun və bu məqsədi əldə elədin. Bu suallarda sizdən gözlənilmir ki, siz ideal olasınız. Məsələn, sizə sual verilirsə ki, mənə bir hekayə danış, harda ki sən səhv buraxmışdın. Bu suala belə cavab vermək lazım deyil ki, mən çox səhv buraxmamışam, mən ideal insanam və elə bir şey ola bilməz ki, mən iş yerində səhv buraxım. Yəni onlar belə bir cavab axtarmırlar. Onlar sizdən normal insan olduğunuzu gözləyirlər. Normal insanın buraxacağı bir səhvi də siz də buraxa bilərsiniz və siz normal, real insansınız. Yəni və səhv buraxa bilərsiniz və səhvlərinizdən dərs almağınız gözlənilir sadəcə olaraq və o dərslərə dayanaraq da daha yaxşı qərarlar almanız gözlənilir. Nəysə ki, intervyunu bitirdikdən sonra hardasa martın 4-ü idi. Mən intervyunu bitirdim və martın 16-sı cavablar çıxırdı. Dostlar, bu 12 gün həyatımda yaşadığım ən çətin günlər idi. Yaxşı mənada çətin idi. Çünki çox belə həyəcan dolu idi və o vaxt özümə deyirdim ki, əslində bu həyəcanı biraz da bu həyəcandan həzz almaq istəyirəm. Çünki bəlkə də yəni ömrümdə son dəfə bir universitetə qəbulun həyəcanını yaşayırdım və çox sevinirəm ki, özümə icazə verdim ki, yəni o hissləri yaşayım. Martın 16-sı cavablar çıxmalı idi, amma səhv eləmirəmsə mənə daha tez zəng edildi. MIT-dən mənə zəng elədilər. Bir səhər durdum ki, mənə zəng gəlir və Taylora dedim və zəngi cavab verməyə çatdırmadım və Taylora dedim ki, əgər mənə zəng eləyirlərsə, səncə mənə imtina vermək üçün zəng eləyə bilərlər? Taylor dedi ki, yox. Və o an mən başa düşdüm ki, mən MIT-yə qəbul olmuşam. Heç bu cavab mənə gəlmədən mən bildim ki, mən qəbul olmuşam. Və sonra əlbəttə ki, yenə də mənə zəng elədilər. Telefonda danışdıq. Telefonda danışdıqdan sonra isə üstündən bir neçə gün keçdikdən sonra mənə qəbul məktubu gəldi və mən yəni ofitsial bir şəkildə bu universitetə qəbul olmuş oldum. Eyni zamanda belə bir məktub göndərirlər sizə, belə bir açıqlama göndərirlər və belə bir bloknot göndərirlər sizə. Bu bloknotun içində artıq yazmışam. Bura ancaq mən ən böyük xəyalları yazıram bu bloknota, çünki bu bloknot mənim üçün çox önəmlidir. Ondan sonra 2 dənə belə bir açıqlama da göndərirlər, yəni belə bir kart göndərirlər. Bunların biri sırf bu universitetə qəbul olan qadınlar üçündür. Çünki bilirsiniz ki, dünyanın bir çox yerində qadınlar hələ də təhsilə və karyeraya əlləri çatmır və bu həqiqətən çox önəmlidir ki, biz qadınların, qızların təhsilini dəstəkləyək və onlar üçün fürsətlər yaradaq. Və paketdə eyni zamanda da belə bir kitab gəlmişdi və bu kitab da MIT-də dərs keçən professorlar tərəfindən yazılmış bir kitabdır və bu da paketdə göndərilmişdi. Power and Progress-də kitabın adı. Və bu proqramın belə bir üstünlüyü var ki, mən 50% MIT-də, 50% isə Harvardda dərslər ala bilərəm. Proqram buna icazə verir və eynisi də Harvard tələbələrinə aiddir. Onlar da MIT-də dərslər ala bilərlər. Belə dostlar, çox sevindirici bir xəbər idi mənim üçün. İndi isə sadəcə olaraq çox həyəcanlı bir məqam başlayır. Mən Chicagodan köçürəm. 1 illik Bostona köçəcəm. Bostonda artıq ev tutmuşam və indi sadəcə olaraq bütün bu planlamalar, köçməklər və təhsilə hazırlıq prosesləri gedir. Bu arada dərslərim iyunda başlayır və həyəcanla dərslərin başlanğıcını gözləyirəm. Belə ümid edirəm ki, bu video sizin üçün faydalı oldu. Bu videonun yəqin ki, davamını çəkərəm başqa cür məsləhətlər üçün. Suallarınız varsa mütləq şərhlərdə mənə yazın və növbəti videomda sizinlə mütləq görüşəcəm.